Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Toyota Land Cruiser Prado J120 kuzovu olacaq. J120 əvvəlki nəslə nisbətən bir qədər daha axıcı xəttlərə və müasir dizayna malik idi. İri, hündür ön arxa bamperlər avtomobilin off-road xarakterini dəstəkləyir. Avtomobilin dizaynı ümumilikdə sadə və daha çox yolsuzluq şəraitinə uyğun şəkildə dizayn edilib. Əvvəl istəyirəm ki, Land Cruiser ilə Land Cruiser Prado arasındakı fərqi sizlərə deyim. Prado yalnızca Land Cruiserin bir qədər daha kiçildilmiş, şəhər içi sürüşə uyğunlaşdırılmış versiyasıdır. Nə qədər şəhərə uyğunlaşdırılmış olsa da yenə də ölçüləri olduqca böyük və nəhəng görünür. Əsasən 16-17 düymlük disk təkər, böyük təkər ölçüsü, yerdən hündür dizayn, böyük güzgülər və faralar avtomobilin dizaynının önə çıxan xüsusiyyətlərindəndir. Avtomobil 2002-ci ildən 2009-cu ilə qədər istehsal edilib. 2005-ci ilə qədər olan versiyalarda ehtiyat təkər arxa baqaj qapağında, 2005-dən sonraki versiyalarda isə artıq ehtiyat təkər avtomobilin altına yerləşdirilmişdi. Bu ehtiyat təkərin asılı bağlanma hissəsini vaxtaşırı təmizləmək və yağlamaq lazımdır. Əks təqdirdə uzun müddət istifadə olunmadan, açılmadan qaldıqda açmaq istədiyiniz zaman sizə ciddi problem törədə bilər. Salona gəldiyimiz zaman bir Alman keyfiyyəti gözləmək olmaz, amma kifayət qədər dözümlüdür. Əsasən sərt plastiklərdən istifadə edilib. Avtomobilin ön, arxa qapılarında ceblər var, amma qeyd edim ki, xüsusilə arxa qapıdakı ceblər çox kiçikdir. Bir su şüşəsini qoymaq üçün belə burada yer yoxdur, amma böyük bir SUV olduğu üçün avtomobilin içində kifayət qədər saxlama yeri var. Ön qoltuğunun altında geniş bir saxlama yeri mövcuddur. Öndə və arxada 2 ədəd stəkanlı, 210 Climate Control, Cruise Control. Öndə, arxada 2 ədəd stəkanlı, oturacaqların sidilməsi və ventilyasiyası mövcuddur. Toyota'nın nazik boya təbəqəsi Prado üçün istisna deyil. Ön arxa bamperlərdə və ön şüşənin ətrafında günəşdən saralmış və ya çatlamış boya təbəqəsini görə bilmək mümkündür. Avtomobil nərdivan ramı dediyimiz şasi üzərində qurulub, əlbəttə ki, monoblok deyil. Bu da avtomobilin kifayət qədər sağlam olmasına, off-road performansının artırılmasına və şasi bükülməsinin azalmasına gətirib çıxarır. Avtomobilin önündə cüt bağlamalı bağımsız askı sistemi, arxada isə solid aks dediyimiz düz most askı sistemindən istifadə edilib ki, kifayət qədər dözümlü bir askı sistemidir. Öndə bağımsız suspensiyadan istifadə edilmiş olması avtomobilin yol tutuşunu yaxşılaşdırır. Arxada isə ağır off-road şəraitinə dözə bilməsi üçün solid aksdan istifadə olunub. Gəldik mühərriklərə. Toyota Prado J120-nin mühərrikləri sırasında ən məşhur, tanınmış mühərrik 2.7 litrəlik 2TR FE kodlu 4 silindrli benzin mühərrikidir. 163 at gücü və 246 Nm tork hasil edən mühərrikin yanacaq sərfiyyatı 110-11 litr şəhər içi, 6-7 litr trassa ortalama yanacaq sərfiyyatı isə 8-9 litr təşkil edir. Bu mühərrik 4 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilib. 5.8 litr motor yağı maye tutumu var. 7-10 mindən bir yağ dəyişilməlidir. 5 və 30 sintetik yağ ilə 1000 km 300 ml yağ azalması bu mühərrik üçün normal hesab olunur. Mühərrikin ömrü yaxşı qulluq olunsa, mühərrik yağı düzgün vaxtında dəyişilsə 500 min km, zəncirin ömrü isə yaxşı qulluq ilə 300 min km təşkil edir. 2.7 mühərrikin yeganə zəif cəhəti onun gücünün az olmasıdır ki, belə ağır kuzo üçün aşağı güclü mühərrik, xüsusilə ötmə hərəkəti edən zaman və yaxud off-roadda atmosferik 2.7 mühərrikin gücünün aşağı olduğu ciddi şəkildə hiss olunur. Bu avtomobildə istifadə edilmiş digər bir benzin mühərriki 1GR FE kodlu 4.0 litrəlik V6 benzin mühərrikidir. 249 at gücü, 380 Nm tork hasil edir ki, bu ağır kuzdan daşımaq üçün kifayətdir. 2.7-yə nisbətən daha yaxşı performans göstərir. Bu dəfə artıq 5 pilləli avtomatik sürətlər qutusundan istifadə edilib. Yanacaq sərfiyyatı şəhər içi bir qədər daha yüksək 16-17, trasda 9-10, ortalama yanacaq sərfiyyatı da 12-13 litr təşkil edir. 5.1 litr yağ tutur, 7-10 mindən bir yağı 5W30 sintetik yağ ilə dəyişmək lazımdır. Bu dəfə bu motorda 1 litr 1000 km 1 litr yağ azalması mühərrik üçün normal hesab olunur. Zəncirin ömrü 250-400 min km arasıdır, qulluğa görə dəyişir. Yağı vaxtında dəyişmək, düzgün qulluq etməklə birlikdə 350-400 min km qədər zəncirin ömrü var. Mühərrikin ömrü isə yenə 500 min km yaxındır, əlbəttə ki, qulluğu vaxtında düzgün şəkildə yerinə yetirilərsə. Çox bilinməsə də Prado J120-də bir ədəd dizel mühərrikindən də istifadə edilib. 1KD FTV kodlu 3.0 litrəlik 4 silindrli turbo dizel mühərrikdir. 173 at gücü və 410 Nm tork hasil edir. 6 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilib. Yanacaq sərfiyyatı 11-12 litr şəhər içi, 7-8 trassa və ortalama yanacaq sərfiyyatı da 9-10 litr təşkil edir. 7.4 litr yağ mayesi tutur, yenə 10 min kilometrə qədər
yağı dəyişmədən sürmək olar. 5 və 30 yağı həmçinin bu mühərrik üçün də keçərlidir. Burada artıq zəncirli yox, kəmərli bir mühərrik önümüzə çıxır. Kəmərin ömrü 90-120 mindir. Mən problem yaşamamaq üçün maksimum 90-100 mindən bir dəyişməyi məsləhət görürəm. Bu mühərrikin at gücü 2.7-dən bir qədər daha yaxşı, torku isə 4.0 mühərrikdən belə daha yüksəkdir. Şəhər içi sürüşdə 4.0 daha uyğun olarkən, məncə offroad üçün ən ideal mühərrik bu 3.0 dizel variantıdır. Avtomobildə diferensial kilidi, orta diferensial kilidi standartdır. Bütün versiyalarda orta diferensial kilidi var. Arxa diferensial kilidi bəzi versiyalarda mövcuddur. Ön diferensialdə kilidi isə heç bir versiyada ümumiyyətlə mövcud deyil. Düşük sürət əlbəttə ki var, razzatka avtomobildə mövcuddur. Bundan başqa əyim iniş kontrolu kimi digər offroad funksiyaları da avtomobildə mövcuddur. Belə dostlar, bugünlük məndən bu qədər. Ümidvaram ki, sizlər üçün də faydalı bir video olmuşdur. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın. Mənə dəstək olmaq üçün videoya like ata və kanalıma abunə ola bilərsiniz.